Yağış, şimşək və duman Günəv xəbərinin efirində hava haqqında məlumatı diqqətinizə çatdıracağıq. Qeyd eləyək ki, bugün avqustun 24-düdür. Belə ki, Azərbaycanda avqustun 25-də 40 dərəcəyə qədər isti gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayır. Məlumatda bildirir ki, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Havanın temperaturu isə gecə 23-26 dərəcə isti olacaq, gündüz isə 31-36 dərəcə yüksələcək. Azərbaycanın rayonlarında da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin gündüz bəzi dağlıq ərazilərdə qısa müddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər isə dağlıq ərazilərdə arabir duman müşahidə olunacaq və şərq küləyi əsəcək. Havanın temperaturu isə gecə 21-26 dərəcə isti, gündüz isə 34-39 dərəcə isti olacaq, lakin bəzi dağlıq ərazilərdə gündüz saatlarında havanın temperaturu isə 40 dərəcəyə qədər yüksələcək. Lakin dağlarda isə gecə 14-18 dərəcə isti, gündüz isə 23-28 dərəcəyə qədər yüksəlmiş olacaq.